Xoş gördük əziz dinləyicilər. Bu günləri Türkiyədə baş verən bir hadisə haqqında danışmaq istəyirəm. Həm də Azərbaycan ictimai rəyində, Azərbaycan insanının da çox diqqətlə izlədiyi Türkiyə hadisələri bizim üçün də maraqlıdır deyə bildirmək istəyirəm ki, Böyük Şəhər Bələdiyyəsi, İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu'nun həm həbsi, həm də həbsdən əvvəlki diplomunun saxta çıxması barəsində istəyərdim ki, mən də öz mövqeyimi bildirim. Əvvəl onu demək istəyirəm ki, bu birbaşa bu formada başa düşülməlidir ki, bu Erdoğan hakimiyyətinin İmamoğlu'na uduzmasına görədir. Yəni burada bir başqa bir məna axtarmaq lazımdır. Bu günləri CHP, yəni Cümhuriyyət Xalq Partisinin gələcək prezident namizədi kimi Əkrəm İmamoğlu'na qarşı qoyması bu AK Parti hakimiyyətində ciddi çatlar yaradır və ciddi problemlər yaradır. Nəzərə almaq lazımdır ki, Əkrəm İmamoğlu o insandır ki, ilk dəfə Erdoğan hökuməti ona uduzub, ona məğlub olub Böyük Şəhər Bələdiyyəsi seçkilərində. Bu mənada məhz bir ay bundan əvvəl Əkrəm İmamoğlu'nun prezidentliyə namizəd kimi göstərilməsi AK Parti hakimiyyətini artıq ona şər atmağa məcbur edib. Məhz onun axırıncı dəfə İzmirdə keçirtdiyi, yəni çox az gün bundan qabaq, harca bir 10 gün bundan qabaq İzmirdə keçirtdiyi təşviqat kampaniyası artıq onu deməyə əsas verildi ki, Erdoğan İmamoğlu'na uduzacaq. Bu mənada artıq başladılar, məsələlər ortaya çıxmağa başladı. Əkrəm İmamoğlu'nun demək diplomu saxtaymış, indi ayılıblar, ortaya çıxıblar. Əkrəm İmamoğlu artıq ikinci dəfədir ki, Böyük Şəhər Bələdiyyəsinə seçilib. Bu günlərdə onun diplomu saxta çıxartdılar və bu sutkada isə davam edən məsələ ondan ibarət ki, güya artıq bələdiyyədə korrupsiya halları ortaya çıxıb və İmamoğlu'nun gözaltına alınması məsələsi davam edir. Yəni onu demək istəyirəm ki, bu günləri Türkiyə siyasətində də Erdoğan, bu günləri Türkiyənin inkişafında, silah sənayesi məsələsində, əlbəttə ki, biz də Azərbaycanlı olaraq Türkiyənin inkişaf etməsini istəyirik. Türkiyənin inkişafı bizi də sevindirir, amma unutmaq lazım deyil ki, Erdoğan bir dinçi bir hökumətin rəhbəridir və bu dinçilikdən istifadə edərək, bu cəhalət girdabına düşmüş insanlardan istifadə edərək hər dəfə öz hökumətini uzatmaqla bu günləri də yenidən uduzmaq istəmir, yəqin yenidən hakimiyyətdə qalmaq istəyir. Bu günə qədər onun hakimiyyətdə qalmasının ən böyük rıçağı demək olar ki, o dinçi sektalardır, o vakıflardır, o mənzil cəmaətçiləridir və digərlərdir. Sadəcə olaraq mən də öz mövqeyimi bildirmək istədim ki, bu müharibədə mövqeyimiz bundan ibarətdir ki, və bunu birmənalı bilmək lazımdır ki, Erdoğan İmamoğlu'na uduzacağını bilir, Erdoğan İmamoğlu'na prezidentliklə döyüşə bilməyəcəyini bilir və onu prezident seçkilərindən uzaqda tutmaq üçün başına nə oyun açdı, açmağa hazırdır və bu da onun göstəricisidir. Daha bu məsələnin arxasında başqa bir şey axtarmaq lazım deyil. İmamoğlu ciddi kadrdır və İmamoğlu həqiqətən də Türkiyəni demokratik bir sistemə aparacaq və Türkiyəni inkişaf etdirə biləcək şəxslərdən biridir. Nəzərə almaq lazımdır ki, bugün Türkiyədə default vəziyyətində iqtisadiyyat çox ağır vəziyyətdədir və iqtisadiyyatın bu vəziyyətdə düşməsinin ən böyük səbəbkarı və baiskarı əlbəttə ki, Erdoğan hakimiyyətidir. Bu günləri Erdoğanı sevənlər çoxdur, sevərsiniz, sevməzsiniz. Mən şəxsiyyətə pərəstişkar deyiləm, mən heç kəsin şəxsiyyətinə pərəstlik göstərmirəm, mən sadəcə olaraq şərh edirəm. Bu şərh bundan ibarətdir ki, Türkiyə və AK Parti hökuməti İmamoğlu'na uduzduğu üçün bu hadisələri yaşatmağa məcburdur. Təşəkkür ederim.